Tarixin nəfəsini bu gün də yaşadan Xan Sarayı əsrlərin yadigarı kimi əzəmətini bu gün də qoruyub saxlayır. Tarix xalqın yaddaşı, memarlıqsa onun daşlara həkk olunmuş salnaməsidir. Bu salnamənin qiymətli səhifələrindən biri də Xan Sarayıdır. Gördüyünüz Xan Sarayı 1999-cu il müxtəlif təyinatlar üzrə istifadə olunmuş. 1999-cu ildən 2009-cu ilə qədər Xalça muzeyi kimi istifadə olunmuşdur. 2010-cu ildən Xan Sarayı dövlət, tarix, memarlıq, Möminə xatun və Atiq Samaltını muzey kompleksi kimi fəaliyyət göstərir. Xan Sarayı yalnız bir tikili deyil, həm də bir dövrün siyasi, mədəni və memarlıq düşüncəsinin təcəssümüdür. Xan Sarayı Dövlət Tarix Memarlıq Muzeyi 23 oktyabr 2010-cu il tarixli sərəncam əsasında yaradılmışdır. 4200 kvadrat metr ümumi əraziyə malik olan Xan Sarayı 9 ekspozisiya zalından ibarətdir. Muzey kompleksinin fondunda 3000-dən çox eksponat saxlanılır ki, bu eksponatlardan 400-ə yaxını muzeyin ekspozisiya zallarında nümayiş olunur. Naxçıvan xan ailəsi Azərbaycan tarixinə 6 böyük general bəxş etmişdir. Hazırda olduğumuz bu otaqda Naxçıvan xan ailəsinin nümayəndələrinin fotoları, onlar haqqında yazmış elmi tədqiqat kitabları və kitablardan çıxarışlar nümayiş olunur. Muzeyin ən diqqət çəkən otaqlardan biri də aynalı salondur. O zamanlar xanlığa təşrif buyurmuş qonaqları xan bu otaqda qəbul edər, şeir və musiqi gecələri təşkil olunardı. Ekspozisiya zalında 19-cu əsrə aid Naxçıvan xanlığı müdafiəsində istifadə olunmuş müxtəlif markalı tüfəng nümunələri, dekorativ bəzək əşyaları, kişi və qadın gümüş kəmərləri, rəsm əsəri, miniatür təsvirlər nümayiş olunur. 1747-ci ildə Heydərqulu xan tərəfindən əsası qoyulan Naxçıvan xanlığı milli dövlətçilik tariximizdə mühüm yer tutub. 1828-ci il fevral ayının 10-da Rusiya-İran müharibəsinin yekunlarına əsasən imzalanmış Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın digər xanlıqları kimi Naxçıvan xanlığının mövcudluğuna son qoyulub. Həmin il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək Rusiyanın tərkibinə qatılıb. Həmin hadisədən sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib. 1818-1920-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı bura köçürülüb. Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikilib. Naxçıvan Memarlıq Məktəbinə aid olan bu saray 3 mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Azərbaycan xalqı özünün çox əsrlik tarixi dövründə özünə məxsus mədəniyyət yaratmışdır. Tarixçilərin qeydlərindən də aydın olur ki, Azərbaycanda misgərliyin bütün növləri inkişaf etmişdir. Naxçıvan da misgərlik mərkəzlərindən olmuşdur və ekspozisiya zalında misgərlərin zəngin əl işləri ilə, gözəl əl işləri ilə hazırladığı misgərlik nümunələri nümayiş olunur. Ekspozisiyanın son zalı diplomatiya zalı kimi tarixə düşmüşdür. O dövrlərdə Naxçıvan xanlığını ziyarət edən yüksək rütbəli dövlət məmurları xan tərəfində bu otaqda qarşılanar, xanlığın siyasi həyatına dair danışıqlar, müzakirələr bu otaqda aparılardı. Ekspozisiya zalında 19-cu əsrə aid ipəkdən hazırlanmış stol örtüyü vardır. Bu örtüyün üzərində buta, milli ornamentimiz olan buta təsvirləri vardır. Bu butalar şən və balalı buta adlanır. Naxçıvan xan ailəsinin nümayəndələrindən Qönçəbəyim xanımın portretidir. Qönçəbəyim xanım Azərbaycanın Naxçıvanın şairi qadınlarından olmuşdur. Əsasən məhəbbət mövzularında aşiqanə şeirlər yazmışdır. Ekspozisiyada həmçinin Naxçıvan xanlığının dövlət atributları da yer alır. Kəngərli nəslinin döyüş bayrağıdır. Bayraq 1833-cü ildə Çar Nikolay tərəfindən Kəngərli süvarilərinə verilmişdir. Bayrağın üzərində Kəngərlilərin ulu babası Muradxanın sözləri yazılıb. Xeyirxahlıq xeyirxahla nəticələnər və ədalətli sultan Allahın yer üzərində kölgəsidir. Bayrağın mərkəzində iki başlı qartal, qartalın mərkəzində qalxan, qalxanın mərkəzində isə süvari təsviri vardır. Bayrağın aşağı hissəsində isə süvari Kəngərli sözləri ərəb əlifbası ilə yazılmışdır. Şərq memarlığı üslubunda tikilən 18-ci əsrə aid tarixi memarlıq abidəsi Naxçıvan xanı Rəhim xanın yaşayış evi olub. Qədim Qala məhəlləsində Möminə xatun türbəsinin 50-60 metrliyində inşa edilib. Bişmiş kərpicdən dikilmiş, pəncərələrdə şəbəkə üslubundan, otaqlarda qala qədim Naxçıvan yaşayış evlərinə xas taxça formalarında geniş istifadə olunub. Muzeyimizə mütəmadi olaraq qonaqlar gəlir. Azərbaycan müxtəlif bölgələrindən, hətta xarici ölkələrdən də turist ziyarətçilərimiz də çox olur. Dünya müxtəlif ölkələrindən, məsələn Amerikadan, Yaponiyadan, Çindən, Portuqaliyadan, Braziliyadan çoxlu sayda qonaqlarımız olur.
Xan Sarayı tariximizin, memarlığımızın və milli kimliyimizin əvəzsiz simvollarından biridir. Keçmişin zəngin irsini yaşadan bu abidə gələcəyə ötürülən ən qiymətli mənəvi sərvətlərimizdən biri olaraq öz əhəmiyyətini qoruyaraq saxlayır.